İnsanı vəzir edən və yaxud da rəzil edən bir özəlliyi bu günləri sizlərlə paylaşmaq istəyirəm. Dünən aldığım analizlərin birində bu özəlliyi gördüm və sizlərlə də qərarı aldım ki, bu günləri paylaşım. Əl şəklini paylaşa bilməyəcəm, ona görə ki, əl yiyəsindən icazə almamışam. Bu barədə məlumat vermədiyimə görə paylaşa bilmirəm. Ona görə öz əl tablomuz üzərindən bu mövzunu davam etdirəcəm. Burada bizim həyat cizgimiz var və kalp və ürək və ağıl cizgisi birləşmiş forması. Bu birləşmiş formasına biz simyan cizgisi deyirik. Simyan cizgisi insanı ya vəzir edir, ya da rəzil edir. Bu aldığımız örnəkdə, bu birinci örnəkdə burada bu insan bir olay yaşayır və olaydan sonra bir qərar verir ki, yox, artıq mən bu cür yaşamaq istəmirəm və öz yoluna davam edir. Və burada da həyat cizgisi üzərinə ayrılma da göstərir ki, yer dəyişiklik əlamətləri var. Bu ikinci cizgi də, buradakı cizgi də göstərir ki, bu insan öz ağlı ilə bir qərar almış. Həqiqətən də insan 25 yaşında bir şəhər dəyişdirmiş və dəyişdirməkdə də səbəbi də universitetlə əlaqəli və aldığı qərarla əlaqəli olmuşdu. Bəs sizin əlinizdə simyan cizgisi varmı?